əziz və dəyərli Milli Coin izləyiciləri, hər birinizi salamlayıram. Biz artıq yeni mövsüm, 18-ci mövsümdə sizin qarşınızdayıq. 18-ci mövsüm fevral ayının 1-dən etibarən sizlər üçün aktiv olacaq və 18-ci mövsümdə sizi yeniliklər gözləyir və bu yeniliklər əsasında hər biriniz Milli Coin'dən qazanclarınızı birbaşa götürə bilərsiniz. Biz əksinə Milli Coin'də oyunu çətinləşdirmək, sizin qazanc mövqeyinizi çətinləşdirmək deyil də, daha asanlaşdırmaq və hər birinizi qazandırmaq üçün biz sizinləyik. Biz artıq Milli Coin ailəsi olaraq 5 ildir ki, sizin xidmətinizdəyik və bu 5 il ərzində 10.000-dən çox istifadəçimiz hər biri müxtəlif pul mükafatları, bonuslar, hədiyyələr qazanmışdır. Hər biriniz çox sağ olun ki, bu 5 il ərzində bizimləsiniz, bizim yanımızdasınız və bizə dəstək olursunuz. Hər birinizə təşəkkür edirəm. Biz əslində sizin sayənizdə irəliləyirik. Bu 5 ili sırf sizin sayənizdə gəlib bu 5 ilə qədər çatmış. Hər birinizə dərin təşəkkürümü bildirirəm Milli Coin ailəsi olaraq. Milli Coin'də 18-ci mövsümdə sizi nələr gözləyir? Qısa bir qeyd etmək istəyirəm ki, biz 18-ci mövsümdə xırda bir yenilik etdik ki, bu yenilik nədir? Köhnə istifadəçilər deməyək, 60 gün, 1 ay, 1 aydan çox, 2 aydan çox oyunu oynamayan, artıq Milli Coin'i silən istifadəçilərimiz var ki və biz bunu görürük və bu istifadəçilərimiz oyuna daxil olmadıqda, yəni daxil olmur. Biz xırda bir mesaj olaraq göndərmişik ki, oyuna qatılırsınız, qoşula bilərsiniz. Əks təqdirdə hesabınız silinəcək, sistemdən silinəcək. Bu, nəyə görə biz bunu edirik? Çünki sistem dolur və aktiv istifadəçilərin oyuna girməsi, oyun oynaması çətinləşir və bir sözlə donmalar yaşanır, müşahidə olunur. Bunun üçün biz köhnə istifadəçilərin hesablarına çoxdan girməyibsə, onları ləğv edirik. Və 14 gün onlara müddət qoyulur ki, həmin gün ərzində girib hesablarını aktiv edərlərsə, oyuna davam edə bilərlər. Əks təqdirdə hesabları sıfırlanır. Və ikinci yeniliyimiz VIP status haqqında. VIP status daha da önə çıxdı və sizlər VIP statusda nə mükafatlar gözləyir, onları qeyd etmək istəyirəm ki, VIP statusun qiyməti nə az, nə çox, cəmi 4 manat oldu. Bu 4 manat içərisində siz bəlkə də 40, 80 və daha çox məbləği qazana bilərsiniz. Necə? Bir istifadəçi oyuna daxil oldu, yüklədi oyunu. Qeyd etmək istəyirəm ki, fevral ayının 1-dən 18-ci mövsüm start götürür və yeni istifadəçi oyunu yüklədi, fərq etmir, yeni köhnə. İstifadəçi oyunu yüklədi, VIP status alası nə qazanır? Burada bir, sürəti 10 qat yüksəlir, 2, bütün oyunlara girişi pulsuz olur, yəni heç bir şey istəmir, tələb istəmir, bütün oyunlara girə bilir. Hətta burada super user olsun, günün qalibi, bingo və s. oyunlar, S-Game, sonra məktub oyunu, Word və s. referral boom və s. bütün oyunlara rahat bir şəkildə girə bilir. Və bu yenilik siz sırf referalların üçün, yəni sizin dəvət etdiyiniz referallar üçün də keçərlidir. Yəni siz hər bir referal dəvət etdikdə sizin çıxarışınız daha da sürətlənir. 18-ci mövsümdə cəmi 6 referal dəvət edərsinizsə, çıxarışınızı edə bilərsiniz. İkinci yeniliyimiz nədir? Çox gözəl bir yenilikdir. Bu, mükafat sistemidir. Mükafat bölməsi var bizdə. Yəni, öz balansınızdan əlavə mükafat balansı da var. Bu mükafat balansı nədir? Xatırlayırsınız, super user, Uğur Game var idi orada. Daha sonra günün qalibi və s. oyunlarda mükafat, yəni pul mükafatı qazandıqda birbaşa balansınıza yox, mükafat fonduna əlavə olunur və mükafat fondu 5 manat olarsa siz birbaşa onu iman hesabınıza çıxarış edə bilirsiniz və gözləmirsiniz ki, sizin balansınız 30 manata çatsın, çıxarırsınız. Xeyr, mükafat fonduna 5 manat və ondan yuxarı məbləğ daxil olarsa siz birbaşa iman hesabınıza köçürməyə bilərsiniz. Bingo oyunu nədir? Bingo oyunu yalnız VIP status istifadəçilər üçün aktiv olacaq. Burada bir bilet cəmi 1 AZN, yəni 10.000 Milli Coin bəlli və biz bunu pul şəklində deyil, Milli Coin şəklində siz ala bilərsiniz bunu. Biz bunu puluna satmırıq bileti. Bingo oyununu hər kəs istədiyi formada, istədiyi sayda bilet ala bilər və oyun həftədə bir çox dəfə təkrarlanır, ala bilərsiniz rahat bir şəkildə. Ətraflı detalları bingo oyununda açıqlama bölməsində oxuya bilərsiniz. Əsasən də aktiv istifadəçilərimiz, liderlər, komanda, yəni liderlər öz komandalarını quraraq daha çox pul qazana bilərlər. Burada əsasən də ödənişlər hər ayın 1-də avtomatik köçürülür və maksimal maaş limiti 450 manatdır. Artıq qazanclar mükafat bölməsinə düşür orada və oradan da çıxarışınızı edə bilərsiniz. Referral boom nədir? Yeni qaydalar. Referral boomda indi isə 500 manat edək mükafat qazana bilərsiniz. Burada qeydiyyatdan keçən, fevralın 1-dən qeydiyyatdan keçən istifadəçilərə aiddir. Yalnız VIP referallar olmalıdır və minimum balansı 3 manat olmalıdır hər bir referal.
Dəvət edirsiniz, balansı 3 manat olursa, biz referral bonuslar düşür orada. Əsasən də biz sizlər üçün qiymətləri endirdik, planların, səviyyələrin, pullu xidmətlərin bütün qiymətlərini sərfəli və əlçatan etdik ki, siz yararlanıb çıxarışlarınızı daha da sürətləndirə bilərsiniz. Əsasən də biz qeyd etmək istəyirəm ki, plan almadan da çıxarış edə bilirsiniz. Yalnız və yalnız 6 referral dəvət edirsiniz və çıxarışınızı dərhal köçürdə bilirsiniz. Birinci səviyyədə, yəni birinci pillədə 6 referalınız olmalıdır ki, siz çıxarış edə bilərsiniz. Şərtlər yerinə yetirdikdə çıxarış düyməsi avtomatik açılır, aktiv olur və yenilənmiş oyun mərhələsi üzrə siz oyunu tamamlaya bilirsiniz. Burada bir yenilik də etmişik ki, əsasən də istifadəçilərimiz vardı ki, çıxarış edirdi və gecikmələr olurdu. 1 gün, 2 gün, 3 günlər olurdu və biz bunu aradan qaldırırıq. Maksimum, minimum 24 saat ərzində, yəni çıxarışı vurmusunuz, düzdür? Sizə WhatsApp-da göndərilir ki, çıxarışı təsdiq et. Təsdiq etdikdən sonra 24 saat ərzində, yəni təsdiq et düyməsindən sonra 24 saat ərzində sizin balansınıza pul köçürülür. Əgər köçürülməsə 24 saat ərzində hər gecikən günə görə 1 manat sizin əlavə balansınıza əlavə olunur bu formada. Əsasən də burada yeni mövsümdə hədəflər asanlaşdırılır, artım faizləri azaldılır. Bütün mərhələlərdə yalnız aktiv 6 aktiv referral kifayətdir ki, siz çıxarışınızı edə biləsiniz. Əsasən də burada bütün istifadəçilər birinci mərhələdən başlayır. Yəni sizlər üçün bu yeniliyi etdi. Bütün istifadəçilərimiz artıq birinci mərhələdən başlayacaqlar. Yəni daha da sərfəli və rahat olacaqlar. 7-24 saat texniki dəstək və yaxud da chat bölməsi, bizdə WhatsApp bölməsi də var. Yəni WhatsApp qrup da var ki, orada suallarınızı verə bilərsiniz. Adminlərimiz sizə kömək edəcəklər. Bütün admin heyətinə təşəkkürümüzü bildiririm Millicom komandası olaraq. Hər birinizə uğurlar arzulayıram. İnşallah 19-cu mövsümdə yenidən görüşmək ümidlə. Təşəkkür edirəm, çox sağ olun.